Salam, hər vaxtınız xeyir olsun. Deməli biz bu gün nə edirik? Abituriyent sınaq yolundan 11-ci siniflər üçün e, deməli ilk sınağımızın izahını çəkirik. Deməli sualda nə deyir? Diaqrama əsasən cismin yerləşə biləcəyi materikləri müəyyən edin. Biz burada nə görürük? Görürük ki, martın 21-də cismin kölgəsi deməli 1 metr uzunluğa malikdir. 22 iyunda isə bu 2 metr olub. 23 sentyabrda yenidən 1 metr. 22 dekabrda isə ümumiyyətlə cismin kölgəsi olmayıb. Bu nə deməkdir? Bu o deməkdir ki, cismin kölgəsi olmayıbsa 22 dekabrda, deməli güney-cənub tropik xəttinin üzərində zenitdədir. Ki, orada cismin kölgəsi müşahidə olunmur. 22 dekabrda cismin kölgəsinin olmadığı deməli enlik cənub tropik xəttidir. Yəni 23,5 cənub enliyi. Və cənub tropikində kəsişdiyi materiklər hansılardır? Cənubi Amerika materikidir. Afrikanın cənub hissəsindən keçir, bir də Avstraliyadan. Bunu nəzərə alıb 2-3-6 A bəndini götürürük. 2. İri alüminium xammalı yataqlarının yerləşdiyi ölkələr. Dünyada ən çox deməli alüminium xammalı, yəni boksit ehtiyatına görə Avstraliya birinci yerdədir, ikinci Braziliyadır. Bu ölkələr boksit ehtiyatları ilə çox zəngindir. Bundan əlavə alunit ehtiyatlarına görə Çin dünyada birinci yerdədir. Bunu nəzərə alıb deməli biz deməli 3-ü, yəni Çini, 4-ü Avstraliya və 5-i Braziliyanı götürə bilərik. 3, 4, 5 A bəndi doğrudur. Morfostruktur formalarını müəyyən edin. Morfostruktur nədir? Morfostruktur daxili proseslər nəticəsində əmələ gələn relyef formalarına deyilir. A bəndində duyum, bu bilirik, küləyin təsiri ilə yaranır, xarici prosesdir. Faili dağlar düz idi, okean çökəkliyi düzdür. Yəni daxili proseslər nəticəsində yaranır. A bəndində duyum pozdu qanuna uyğunluq. B bəndində bəli, okean novu dərin çökəkliklər daxili proses nəticəsində yaranır. Mağara yeraltı sulardır, bu xarici prosesdir. Çay dərəsi də xarici prosesdir. Deməli, bu da ola bilməz. C bəndə dağ, bəli, dağlar daxili proseslər nəticəsində əmələ gəlir. Düzənlik də həmçinin daxili və düzənlik əslində daxili həm də xarici proseslər nəticəsində əmələ gələ bilər. Moren təpələri isə buzlaq mənşəli relyef formasıdır. Bu da xarici prosesdir, ona görə C ola bilməz. D bəndə vulkan krateri, bəli, vulkan daxili prosesdir. Barxan nəyə deyilir? Qum təpəsinə deyilir, qum tirələrinə deyilir. Bu da xarici prosesdir, səhvdir. Qırışıq dağlar düz idi, daxili prosesdir. Qaldı Y bəndi, dağ silsilələri, vulkan və okean novu. Ona görə Y bəndi doğrudur. Bizdə deyir, uyğunluq pozulmuşdur. Deməli, ölkələr və yarımkürələr üzrə demək qruplaşdırma aparmalıyıq. Braziliya. Bilirik ki, Braziliya ekvatorla kəsişir deyənə həm şimal yarımkürəsində, həm cənub yarımkürəsində yerləşir, həm də bütövlükdə qərb yarımkürəsində yerləşir. Bizdə uyğunluğun pozulduğu deyir, amma burada uyğunluq gözlənilmişdir. Biri çıxırıq. Cavab variantlardan B və D bəndi gedir. 2. İtaliya. İtaliya şimal yarımkürəsində yerləşir. Bir də şərq yarımkürəsində yerləşməlidir. Qərbdə yox, burada olmalıydı. Burada pozuldu qanuna uyğunluq. Ona görə 2-ni götürəcəyik. Deməli, 2-ni götürürüksə avtomatik Y bəndi ola bilməz. 3. Özbəkistan. Özbəkistan haradadır? Şimal və şərqdədir. Burada qanuna uyğunluq pozulub. Cənub. Bu isə düzdür. Deməli, 3-ü də götürəcəyik. 4. Türkiyə. Türkiyə şimalda və şərqdədir. Burada qanuna uyğunluq gözlənilib. Bunu çıxırıq. Əlcəzair haradadır? Əlcəzair deməli ekvatordan şimalda yerləşir, bu düzdür. Şərqdə və qərbdə. Niyə şərqdə, qərbdə? Çünki Qrinviçlə kəsişir. Burada da uyğunluq gözlənilib. İspaniya. İspaniya ekvatordan cənubda deyil, şimaldadır. Burada qanuna uyğunluq pozulub. Burada olmalıydı plus. Və Qrinviçlə kəsişdiyinə görə şərq və qərbədə düşür. Bir dənə burada cənub söhbətinə görə İspaniya qanuna uyğunluq pozulub. Demək 2, 3, 6 C bəndi doğrudur. Gəldik 5-ci suala. Sinoptik xəritəyə əsasən müəyyən etmək mümkün deyil. Demək, bulutluğu müəyyən etmək mümkündür, təzyiq sahələrinin mümkündür, küləyin sürətinin mümkündür,
Təzyiq sahəsi dediyim mümkündür, amma hava rütubətliyini müəyyən etmək mümkün deyil. B bəndi doğrudur. Gəldi 6. Günəşin çıxmasını ardıcıl olaraq qarşılayan paytaxt şəhərlər. Biz bilirik ki, günəş şərq tərəfdə çıxır, qərbdə batır. Ona görə şərqdəki ölkələrin paytaxtı daha tez qarşılayacaq. Günəşin çıxmasını ardıcıl olaraq qarşılayan paytaxt şəhərlər. Demək, şərqdən qərbə doğru düzməliyik. Burada elə doğru cavab A bəndi ola bilər. Çünki Çinin paytaxtı Pekin birinci qarşılayacaq, Özbəkistanın paytaxtı Daşkənd, Türkiyədə Ankara. Yəni şərqdən qərbə doğru düzülmüşdür. Digər variantlarda isə qanunauyğunluq pozulub. 7. 21 mart tarixi üçün günəş şüalarının 80 dərəcə bucaq altında düşdüyü şimal və cənub enlikləri arasında məsafə xəritə üzərində 20 sm olarsa, xüsusi miqyas tapılır. Ümumiyyətlə, miqyas necə tapılır? Miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədə məsafə. Burada biz görürük ki, xəritədə məsafə verilib 20 sm. Yəni 20 verilmişdir bizə. Amma həqiqi məsafəni bilmirik. Həqiqi məsafəni də biz günəş şüalarının düşmə bucağına əsasən müəyyən edə bilərik. 21 mart tarixində günəş ekvatorun üzərində zenitdə olur. Ekvatorun üzərində 80 dərəcə bucaq altında düşdüyü enliklər 10 dərəcə şimal enliyi, 10 dərəcə cənub enliyi olacaq. Bunlar arasında dərəcə fərqinin 20 dərəcə olduğunu bilib 111-ə vuranda alınır 2220 kilometr. Gətirib burada düsturda 2200 biz 20 qoysaq, bura əgər nə alarıq? 0 ilə bu getdi 0, 222-ni də 2-yə böləndə 111 düşür. Onu da yanına 5 dənə 0 gətirəndə doğru cavab 1 bölünsün 11 milyon 100 min B bəndi alınır. 8. Kamçatka və Malakka yarımadalarının müvafiq olaraq yerləşdiyi işıqlanma qurşaqları. Kamçatka yarımadası Sakit Okean sahilində Rusiyaya məxsus yarımadadır. Malakka isə deməli orada Malayziya və Taylandın ərazisi yerləşir. Nəzərə alaq ki, Kamçatka yarımadası mülayim işıqlanma qurşağında yerləşir. Malakka isə şimal tropikindən cənubda yerləşir. Yəni tropiklərin arasında ekvatorial bölgədə yerləşdiyinə görə o tropik işıqlanma qurşağına düşür. Demək, şimal mülayim və tropik işıqlanma qurşağına düşəcək. Doğru cavab Y bəndidir. Okean dibinin əsas hissəsini tutur. Okean dibinin əsas hissəsini əlbəttə abissal düzənliklər, yəni okean yatağı tutur. Neotektonik proseslər, neo nə deməkdir? Yeni deməkdir. Yəni, yeni tektonik proseslər harada baş verir? Əlbəttə ki, cavan, qırışıq sahələrdə A bəndi doğrudur. Yanar faydalı qazıntılarla zəngin olan sövzələri yanar faydalı qazıntılar deyiləndə neft, qaz yada düşür. İlk növbədə və təbii ki, neftin yayıldığı sövzələrinə biz diqqət etsək, burada Şimal dənizini qeyd edə bilərik, Qvineya körfəzini, Meksika körfəzini qeyd edə bilərik. Və bu oldu nə? Bu Şimal dənizi, bu Qvineya körfəzi, Meksika körfəzini də əlavə edə bilərik. Təbii ki, bundan başqa İran körfəzini qeyd edə bilərik, Xəzər gölünü qeyd edə bilərik. Bunlar da deməli neft qazla zəngin olan ərazilərdir. Deməli rəqəmləri götürsək 1, 4, 6 doğru cavab Y bəndi. Gəldi 12. Alexander Humboldt tərəfindən müəyyən edilmişdir. Alexander Humboldt Alman botanik idi və Cənubi Amerika materikinin tədqiqində iştirak etmişdi. Həm də Şimali Amerika materiki ilə Cənubi Amerika materikini hər ikisinin müəyyən hissələrini tədqiq etmişdi. Bir də deyir, Yeni Zelandiyanın 2 müstəqil adadan ibarət olması bu James Cook-a aiddir. 2. Bitkilərin coğrafi enliklər şaquli zonallıq üzrə yayılması bəli, bu düzdür. Günəş sistemində 8 planetin olması bu müasir tədqiqatın nəticəsidir. Şimali Amerikada buzlaq relyef formalarının yayılması bu da səhvdir. Materiklərin təbiətinə okean cəryanlarının təsiri bəli, soyuq Peru cəryanının Cənubi Amerikanın qərbinə təsir etdiyini müəyyən etmişdir. Doğru cavab 2-5 B bəndi olacaq. Fiziki aşıma intensiv getdiyi ərazilər əlbəttə ki, səhralar götürülməlidir. Səhra ərazilər.
Səhra ərazi hansıdır? 6-dır, 2-dir və 3-dür. Ona görə 2, 3, 6 D bəndi doğrudur. Güclü zəlzələlərin baş verdiyi ölkələr, güclü zəlzələlər harda baş verir? Əlbəttə ki, geosinklinallarda, məsələn, Türkiyədə 2019-cu il zəlzələsini qeyd etmək olar. Yaponiya, Kobe zəlzələsi və Çili zəlzələləri deməli güclü olur. Ona görə 1, 2, 6 doğru cavab D bəndi olacaq. Bura isə 3 rəqəmi gördüyünüz hissə Sudandır, bura isə Avstraliyadır. Burada seismik fəallıq zəifdir. 5 isə Braziliyadır. O da platformada yerləşir. 15-ci sual 40 dərəcəli paralel üzərində 4-cü saat qurşağının orta meridiandan 90 dərəcə azimutda 4270 km məsafədə yerləşən məntəqədə yerli vaxtla 18:20 olarsa Bakı şəhərində yerli vaxtı müəyyən edin. 4-cü saat qurşağının orta meridianı necə tapılır? 4-ü 15-ə vurmaqla tapılır. Yəni 60 dərəcə şərq uzunluğundan söhbət gedir. Təzədən bu 60 dərəcə şərq uzunluğundan da 4270 kilometr 90 azimutda yerləşən məntəqədə 4270 bir 40 dərəcəli paralel üzərində olduğuna görə 1 dərəcəlik qövsün uzunluğuna bölmək lazımdır 4270-i, yəni 85,4-ə bölürük, düşür 50 dərəcə. Yəni 60 şərq uzunluğuna 50 dərəcə şərqə gedəndə burada 60-ın üstünə 50 gəlirik, eləyir 110 dərəcə şərq uzunluğu. 110 dərəcə şərq uzunluğunda əgər saat 18:20-dirsə, Bakının da coğrafi uzunluğu 50 dərəcə şərq uzunluğudur da bilirik. Bu da 110 dərəcə şərq uzunluğu. Bunun arasında neçə dərəcə fərq var? 60 dərəcə. 1 dərəcəmiz, daha doğrusu 1 saatımız 15 dərəcəyə bərabər olduğuna görə 60 dərəcədə nəyə bərabərdir? 60 dərəcəni də biz burada 15-ə bölsək, düşər 4 saat. Yəni Bakı ilə bu 110 şərq uzunluğu arasında 4 saat fərq var. 18:20 Bakı qərbdə yerləşdiyinə görə 110-dan 4 saat geri olacaq. Yəni 18:20-dən də 4-ü çıxanda qalacaq 14:20 D bəndi. Gəldi 16-cı suala. Abşeron yarımadasının vaxtı ilə okean suları altında olmasını hansı amil sübut edir? Abşeron yarımadası indi quruya çıxıb da bilirsiniz ki, vaxtı ilə Xəzər gölü daha irəliyə doğru deməli su əhatə edirdi. İndi geri çəkilib və suyun dibində yaşayan deməli mövcud olan canlıların qalıqları indi quru üzərindədir. Onlardan biri də balıq qulağıdır. Balıq qulağıdan ibarət əhəng daşlı yataqların olması vaxtilə Abşeronun müəyyən hissəsinin okean suları altında, ümumiyyətlə ərazisinin okean suları altında olmasını sübut edir. 17. Denudasiyon mənşəli düzənliklər. Denudasiyon düzənliklər deyərkən yaylaları seçəcəyik. Məsələn, A bəndi Hindqanq ovalıqdır, elə bunu çıxdıq buradan. Amazon ovalıqdır, çıxdıq buradan. Mississippi də ovalıq idi. Küraraz ovalıqdır, çıxdıq buradan. Gəldik. Y bəndində Amazon yenə çıxırıq, qaldı D bəndi. Əhəqqar Afrikada böyük səhranın ortasında yayladır. Orta Sibir yayladır. Patagoniyada, Argentinada yayladır. D bəndi doğrudur. 18. Sxemə uyğun gələn dağları müəyyən edin. Biz burada sxemdə nə görürük? Görürük ki, materik tipli yer qabığı, bir də burada bir materik tipli yer qabığı var. Yəni bunlar toqquşurlar. Deməli, kiçik materik tipli yer qabığı ilə böyük materik tipli yer qabığı toqquşub. Burada görürük ki, dağ silsiləsi əmələ gəlib və burada görürük ki, materik tipli yer qabığının biri deməli batır aşağı, digər hissəsi çıxır yuxarı. İndi burada əslində həm də yuxarıya qalxma var, belə, yəni qırışma var. Yəni bir sözlə iki materik tipli yer qabığı toqquşarsa, belə zonaya kolliziya deyilir. Bax, belə zonaya kolliziya deyilir. Kolliziyada da cavan dağlar əmələ gəlir, hündür cavan dağlar, məsələn Atlas, Alp, Qafqaz dağları. Böyük Xinqan, Sxotalin, Draqon, bunlar qədim dağlardır. Burada Altay, deməli, bu qırışıq faili dağda əslində qədim dağdır. Sonra Karpat cavan dağdır, bu ola bilərdi, qayalı qədim dağdır.
Ant ola bilərdi, böyük su ayırıcı qədim dağdır, Sayan qırışıq faylı dağdır, Appalaç qədimdir, Himalay düz gəlir, Ural düz gəlmir. 19. Yerin öz ox ətrafında hərəkətinin coğrafi nəticələrindən deyil. Yerin öz ox ətrafında hərəkətinin coğrafi nəticələrindən deyil. Yerin öz ox ətrafında hərəkəti 24 saat ərzində baş verir. Yəni biz elə proses seçməliyik ki, o 24 saat ərzində baş verməsin. Məsələn, gecə-gündüzün növbələşməsi sutkalıq prosesdir. Havanın temperaturunun sutka ərzində dəyişməsi sutkalıq prosesdir. Sutkalıq küləklərin yaranması, yəni biriz küləklərinin, dağ-dərə küləklərinin yaranması sutkalıqdır. Qabarma çəkilmə hadisəsi sutkalıqdır. Amma burada nə deyir? Havanın temperaturunun illik gedişi. Bu, illik prosesi olduğuna görə sutkalığa daxil deyil. Yəni, yerin öz ox ətrafında hərəkətinin nəticəsi deyil. Gəldi 20-ci suala. Yay gündönümü üçün səciyyəvidir. Yay gündönümü biz bilirik ki, 22 iyun tarixində baş verir və Günəş şimal tropik xəttinin üzərində yerləşir. Daha doğrusu zenitdə olur. Şimal tropik xəttinin üzərində zenitdə olur. Bir də deyir, Günəş cənub tropik üzərində zenitdədir. Bir səhvdir. 2. Ekvator xəttinə günorta vaxtı Günəş şüalarının düşmə bucağı 66.5 dərəcə bucaq altında olur. Ekvator 0 dərəcə olur və bura Günəş şüalarının düşmə bucağı həqiqətən də deməli 66.5 dərəcə olacaq. Buna görə 2 doğrudur. 3-də deyir ki, şimal yarımkürəsində gecənin uzunluğu gündüzə bərabər olur. Şimal yarımkürəsində gecə ilə gündüz 1 martın 21-i, bir də 23 sentyabrda bərabər olur. Ona görə səhvdir. 4-də deyir, cənub yarımkürəsində yay fəslidir. Günəş şimaldadırsa, cənubda necə yay ola bilər? Səhvdir. 5-də deyir, şimal qütb dairəsində qütb gündüzü baş verir. Bəli, şimal qütb dairəsinin dərəcə qiyməti 66.5-dir. Günəş ora yaxın olduğuna görə qütb gündüzü müşahidə olunur. 6. Şimal yarımkürəsində yay fəsli başlayır. Bəli, doğrudur. Doğru cavab 2, 5, 6 C bəndi. Gəldi 21-ci suala. A və C nöqtələr arasında nisbi hündürlük fərqi 150 metrdir. A ilə C-nin arasında 150 metr fərq var. Demək, burada da 3 dənə horizontal var. Demək, hər bir horizontala 50 metr deməli, hündürlük fərqi düşür. Yəni, burada kəsmə yüksəkliyi biz təyin etdik ki, 50 metrdir. Deyir, yanlış ifadələri müəyyən edin. Demək, 1. Şərq yamacının meyilliyi azdır. Buradan biz belə bir sxem qursaq, görərik ki, şərq tərəfdə horizontallar bir-birinə çox yaxın çəkilib. Orada ona görə də, deməli, horizontallar bir-birinə yaxın çəkiləndə meyillik az olmur. Əslində çox olmalı idi. Ona görə bizdən burada yanlış ifadəni soruşduğuna görə 1-i götürürük. 2. Nisbi hündürlük 230 metrdir. Nisbi hündürlük kiçik h ilə işarə olunur və dağın maksimal hündürlüyü ilə, yəni 830 metrdən biz çıxmalıyıq kənar horizontalın hündürlüyünü. Kənar horizontalı necə tapacağıq? Kənar horizontalı tapmaqdan ötürü biz əvvəlcə daxili horizontalı müəyyənləşdirməliyik. Demək, daxili horizontal budur. Daxili horizontal 830-dan kiçik kəsmə yüksəkliyə, yəni 50-yə qalıqsız bölünən ilk ədəd olmalıdır. Bu da 800 metr götürülə bilər. Əgər bu 800 metrdirsə, indi biz 50-50 düşsək burada 1, 2, 3, 4. 4 dənə 50-nin 200 eləyir. 800-dən də 200 çıxanda burada qalır 600 metr. İndi h-ı tapanda 830-dan da 600-ü çıxanda qalacaq 230 metr. Bunu da tapdıq. Deməli, bu ikinci düzgün fikirdir. Bizə yanlış fikir lazım idi. Bunu götürmürük. Deməli, səhvdir. 3-də A nöqtəsi dəniz səviyyəsində yerləşir. A nöqtəsi kənar horizontaldır. Dəniz səviyyəsi 0 metr qəbul olunur. Amma biz kənar horizontalı müəyyən elədik ki, 600 metrdir. 3-ü götürürük. Kəsmə yüksəkliyi 50-dir, götürmürük. C nöqtəsinin yerləşdiyi yamacın meyilliyi azdır. C nöqtəsi bu tərəfdə yerləşir. Həqiqətən də bu tərəfdə horizontallar bir-birinə aralı çəkildiyinə görə C nöqtəsinin yerləşdiyi yamacda horizontal meyilliyi azdır. Bunu da götürmürük. 6. B və D nöqtələrin mütləq hündürlükləri 750-dir. B və D nöqtələrin yerləşdiyi horizontal budur.
və 600-dən bir vahid, bir horizontal yuxarıda yerləşir. Yəni 50 metr yuxarıda yerləşir. 750 yox, 650 olmalıdır. 1, 3, 6 doğru cavab C bəndi olacaq. 22. Şimal yarımkürəsində Günəşin ildə bir dəfə zenitdə olduğu enliklə ekvator arasında məsafəni hesablayın. Şimal yarımkürəsində Günəşin ildə bir dəfə zenitdə olduğu enlik 23,5 dərəcə şimal enliyidir. Qalan digər tropik enlikdə yerləşən, tropik işıqlama qurşağında yerləşən enliklərdə ildə 2 dəfə zenitdə olur. Deməli, bu enliklə ekvator arasındakı məsafəni soruşur. Yəni, ekvatorda 0 dərəcə enlikdə axı. Deməli, biz nə edirik? 23,5 ilə 0-ın arasında məsafəni hesablayanda 23,5-i vurmalıyıq. Nəyə? 111-ə. Burada da bunu vuranda, deməli, 23,5-i biz 111-ə vuranda təqribən, deməli, B bəndində 2608,5 cavabı alınacaq. Gəldi 23-ə. 1 bölünsün 250 min miqyaslı xəritədə bataqlığın sahəsi 6 kvadrat santimetrdir. Bataqlığın həqiqi sahəsini hesablayın. Həqiqi sahənin düsturu necə idi? Miqyasın kəmiyyətinin kvadratını vururdıq xəritədəki sahəyə. Burada miqyasın kəmiyyəti nədir? 4 sıfır silirsən, 1 tam ayırırsan. Burada 2,5-in kvadratını vurmalıyıq 6-ya. Bu da deməli biz 2,5-in kvadratı eləyir 6-dan %25. Vurursan 6-ya. Deməli burada cavab alınır 36, 37,5. 37,5. Gəldi 24-ə. İcmal topoqrafi xəritələrə uyğun gələn miqyasları müəyyən edin. İcmal topoqrafi xəritələr əsasən orta miqyaslı xəritələr olduğuna görə orta miqyaslı xəritələrdə 1 bölünsün 200 mindən 1 bölünsün 1 milyona qədər olan xəritələrdir. Məsələn, daha doğrusu üzr istəyirəm. Burada 400 min, 1, 650 min, bir də 900 min olanları götürəcək. Yəni 1, 3, 5. 25. Qədim dağlara aid olan xüsusiyyətləri müəyyən edin. Hündürlükləri az olur, bəli. Zirvələri şiş uclu ola bilməz. Səthi kəskin parçalanmışdır. Bu cavan dağlara aiddir. Səthi zəif parçalanmışdır, bəli. Tektonik cəhətdən fəaldırlar, xeyr. Geosinklion inkişafının 4-cü mərhələsinə aiddir, bəli. Cavan dağlar 3-cü mərhələdədir. Qədim dağlar 4-cü mərhələdə olur. Deməli, cavab 1, 4, 6 olacaq. 26. Cənub yarımkürəsində yerləşən vulkanları müəyyən edin. Popocatépetl vulkanı Meksikada yerləşir. O şimal yarımkürəsindədir. Llullaillaco Çilidədir. O ekvatordan cənubda yerləşir. Deməli, sonra gəldik Kolima. Kolima ABŞ-da yerləşir. O şimaldadır. Kilimanjaro Şərqi Afrikada, Tanzaniyanın ərazisindədir, cənubdadır. San Pedro da həmçinin cənubdadır. Ruis isə Kolumbiyada şimaldadır. Deməli, biz buradan cavab kimi 2, 4, 5-i götürəcəyik. Uyğunluğu müəyyən edin. Saat qurşaqları. Bu tipli testləri həll etməyə 2 yolu var. 1. Hər bir saat qurşağının sərhədlərini tapıb, o sərhədlər daxilində bu coğrafi uzunluqlardan hansının yerləşdiyini təyin etmək, yaxud da bunların hansı saat qurşağında yerləşdiyini müəyyən etmək. İkinci yolu sınayaq. Məsələn, 135 qərb uzunluğu hansı saat qurşağında yerləşir? Biz bilirik ki, coğrafi uzunluğun yerləşdiyi saat qurşağını tapanda 15-ə bölmə qaydasından istifadə edirik. 135 qərb uzunluğunu 15-ə böləndə düşür 9 dəfə, 135. Burada qalır 0. Demək, qismət 9 alınır, amma qərb uzunluğu olduğuna görə 24-dən 9-u çıxırsan, qalır 15. Deməli, 135 qərb uzunluğu 15-ci saat qurşağına düşür. Amma burada heç biri 15 deyil. Ona görə A heç birinə aid olmayacaq. Sonra bir-bir yoxlayırsan da 162 şərq uzunluğu 15-ə böləndə düşür 10 dəfə, 150. Burada 12 qalıq qalır. Qalıq 7,5-dən böyük olanda qismətin üstünə 1 vahid gəlirsən, eləyir 11. Demək, 162 şərq uzunluğu düşdü 11-ci saat qurşağına, yəni bura. 80 şərq uzunluğu 15-ə böləndə 5 dəfə, 5 dəfə deməli 15-in 75 eləyir. Qalıq 5 qalır. 5 7,5-dən kiçik olanda elə 5-ci saat qurşağına düşəcək.
Bu da gəldi bura. Sonra 125 şərq uzunluğu 15-ə böləndə düşür 8 dəfə 120. Burada qaldı nə? 5 qalıq qalır. 7 onda 5-dən kiçik olduğuna görə qalıq. Elə 8-in özünü götürəcəyik. Burada da 8 cavab olmadığına görə D-ni heç birinə aid etmirik. Qaldı sonuncu Y bəndi. Bu da 15-ə böləndə 7 dəfə 15-in 105 eləyir. 0 qalıq qalır. Amma qərb uzunluğu olanda 24-dən 7-ni çıxırsan qalır 17. Demək, bu da bura aid oldu. Doğru cavab 1-ə B, 2-yə C, 3-ə Y. Gəldik bir situasiyamız var. Plan ərazinin kiçildilmiş, sadələşdirilmiş və şərt işarələrlə təsviridir. Planda kiçik ərazilər böyük miqyasda verildiyinə görə daha dəqiq təsvirdir. Planda şərti işarələr 3 qrupa bölünür. Konturlu, xətti və miqyassız. Bizdən nə soruşur? Plana əsasən cədvəli tamamlayın. Yəni AB marşrutunun uzunluğu, bir də B məntəqəsinin A məntəqəsində nəzərən yerləşdiyi istiqaməti təyin edək. Burada görürük ki, bizim xətti miqyas təqdim olunub. Xətti miqyasımıza əsasən müəyyən edirik ki, 1 santimetrə deməli 50 metr məsafə düşür. Burada metr, burada da 50. 50 metr məsafə düşür. İndi biz əvvəlcə məsələn AB xətt məsafəsini təyin edək. A nöqtəsi buradadır. A-dan B-yə getmək üçün biz əvvəlcə buradan belə, sonra bu şəkildə, daha sonra isə belə gəlməliyik. Görürük ki, burada bu hissəni 20 sm verib, bu hissəni 50 sm, bu hissəni isə 10 sm. Bunları toplayırıq, görək ki, neçə santimetr ümumi məsafə var. 20 üstünə 50 gələndə 70, 70-i də üstünə 10 gələndə edir 80. Yəni 80 santimetr məsafə var. 80 santimetrdə biz 50-yə vuranda eləyəcək deməli 4000 metr. Ya cavabı 4000 metr yazmaq olar, ya da 4 kilometr kimi də yazmaq olar. İndi deyək, B A-dan hansı istiqamətdə yerləşir? Biz baxırıq ki, burada B A-dan şimal-şərq istiqamətində yerləşir. Gəldik, AB marşrutu üzrə hansı obyektlər yerləşir? Ən azı 5 nümunə yazır. Yəni, A-dan B-yə doğru gedəndə biz hansı deməli, obyektləri görə bilirik burada? Yəni, şərt işarələrə diqqət edəcəyik. Məsələn, burada nə görürük? Burada yaşayış məntəqəsini məsələn, görmək olar. Sonra burada meyvə bağı var. Sonra nə var? Yəni, qarışıq meşələr var. Sonra nə var? Deməli, bu xətt boyu. Burada kolluq var. Sonra nə var? Deməli, A-dan B-yə doğru gedəndə. Burada çəmənlik var. Bax, çəmənliyin işarəsidir. Bunları götürüb yazmaq lazımdır ora. Sonra 30-da deyir, planda rəqəmlərlə göstərilmiş şərt işarələri mətnə əsasən qruplaşdırın. Hər qrupa ən azı 2 nümunə. Mətndə də bizə demişdi ki, şərt işarələr 3 qrupa bölünür. Konturlu, xətti, miqyassız. Yəni, burada şərt işarələrdən, məsələn, tutaq ki, meyvə bağı yazırıq, sahə bildirdiyinə görə konturlu, kolluq konturlu, çəmənlik konturlu qeyd elədik. Sonra xəttiyə aid nə demək olar? Xəttiyə aid, məsələn, elə gedilən burada məsələn şərt işarədə görürük ki, çay var. Sonra burada məsələn yol var. Bu oxla göstərilmiş bu çay budur, üzr istəyirəm. Bu isə şosse yoludur. Bu şosse yolu idi. Bir saniyə buranı silim. Baxın, burada nə görürük biz? Körpü də görürük hətta, metal körpü. Burada metal körpü var. Bu metal körpü miqyassız şərt işarədir. Bu qara xətt yolu isə bu şosse yoludur, uzunluqda o xəttidir. Amma bu isə çaydır. Bu da deməli aiddir xəttiyə. Sonra burada uçurum işarəsi var. Sonra sahə bildirən dediyim kimi çəmənlik, qarışıq meşə, kolluq, meyvə bağı bunları da konturluya qeyd edib yazmaq olar. Beləliklə əziz dostlar, deməli izahımız burada yekunlaşır. İnşallah növbəti sınaqda görüşmək ümidi ilə. Diqqətinizə görə sağ olun.